Salam əziz dostlar, Magin növbəti buraxılışı efirdədir. İctimai televiziya yeni layihə ilə görüşünüzə gəlir. Sığınacaq çox serialı bədii filminin çəkiliş meydançasındayıq. Bugün burada ekranlarımızın sevilən simaları ilə söhbət edəcəyik. Həmçinin layihənin yaradıcı heyəti ilə ssenarini müzakirə edəcəyik. Odur ki, gözünüz bizdə olsun. Gəlin görək, Sığınacaq ümumiyyətlə hansı hekayələri ekranlaşdırır? Günəş xanım, bu dəfə nə təqdim edirik tamaşaçılara? Bu dəfə də çox maraqlı bir layihə gəlir. Bir fasilə vermişdim. Çünki özüm üçün də maraqlı olmalıdır obraz. Ümumiyyətlə mövzu özü, hadisələr özü. Ona görə tam deyə bilirəm ki, çox aktual bir mövzuya toxunmuşuq. Çox gerçək bir hadisəyə toxunmuşuq. Tamaşaçılar daha öncə mənim ifamda güclü bir qadın görmüşdülərsə, burada da tam olaraq zəif bir qadın deyil, amma müəyyən çətinliklərlə üzləşmiş, həyatda sınmış və sonradan indi bilmirəm, gedişatda yəqin ki, ayaqları üstündə dura biləcək bir xəttdir. Dostlar, serialın quruluşçu rejissoru Qulu Əsgərov bizimlədir. Təşəkkür edirik vaxt ayırıb bizim müsahibə verdiyiniz üçün Qulu bəy. Bu dəfə nə təqdim edirik tamaşaçılara? Bugün Sığınacaq serialıdır. Temamız daha çox qadınlardan ibarətdir. Yəni demək olar ki, personajların 80%-i qadınlar təşkil edir. Maraqlı bir mövzudur. Yəni qadın Azərbaycanda 2 dənə qadın sığınacağı var. Biz ikisində də olmuşuq və çox belə deyim, acınacaqlı bir qadın taleyləri var. Hansı ki, onlar orada gediblər, yerləşiblər özdən, yəni belə deyim, yenidən başlamaq üçün həmən sığınacağa yerləşirlər. Orada müəyyən taleylərlə belə deyim, bizi tanış elədilər və çox maraqlı gəldi. İstədik ekranlaşdıraq və təqdim elədik İctimai TV-yə. Qəbul elədilər və bugünkü gün prosesimiz davam edir. Eşitdik ki, yaradıcı heyətdə, aktyor heyətində həm də yeni simalara üstünlük vermişsiniz. Yeni simalar var, amma mikrorayon qədər deyil. Mikrorayonda işə başlayanda fikirləşirdim ki, artıq demək olar ki, çox faizi yeni sima olsun. Amma burada da onu eləmişik, çünki mən xoşlayıram yeni simaları çəkim, yeni aktyorlar tapım və bilim ki, bu aktyor sırf mənim işimdən irəlilədi. Bu özü başqa bir zövq verir adama. Rejissor gözə yəqin ki, buna deyirlər. Bilməm, ola bilər. Amma burada da var. Burada da var. Yəni, çünki demək olar ki, çox vaxt gedirəm İncəsənət Universitetinin tamaşalarına baxıram. 2-ci kurs, 4-cü kurs tələbələrin tamaşalarına. Mikrorayonda da olub, burada da var həmən proseslər, hansı ki, oradan da aktyorları dəvət eləmişəm. 4-cü kurs tələbəsi var, misal üçün bizdə o çəkilir, ilk işidir. Amma burada artıq bir 70%, 80% aktyorlar çəkiliblər, professionallar, tanınırlar. Doğrudan onda o fikir düzdür ki, rejissorlar yeni simaları, maraqlı obrazları qapı-qapı gəzib axtarırlar. Elədir, elə də olmalıdır. Çünki elə olanda əziyyət çəkirsən və sonra bəhrəsini görürsən. Bəli, gəlir ki, zövqdən asılıdır. İndi ola bilər ki, hansısa bir rejissor başqasını seçər. Amma elə olanda, bəli, tapırsan və sonra oradan, necə deyim, həmən o prosesdən zövq alırsan ki, yəni bunu mən tapdım. Serial 48 bölümdən ibarətdir və bildiyimiz qədər 48 bölüm uzun bir zaman aldığından dolayı biz çalışdığımız qədər burada rəng tonlarını və kadrajları ssenariyə uyğun şəkildə həll edirik. Bu həlli biz həm rejissorla, həm operatorla və komandanın yaradıcı heyəti ilə müzakirə edirik. Deməli, burada rəng kadrajında bizim istifadə etdiyimiz rəng paleti 60, 30 və 10%-dən ibarətdir. Bu, həm sığınacağın ümumi daxili balansında, daha sonra 30% ümumi məkanlarda, digər 10% naturallardan ibarətdir.
Burada çalışdığımız qədər biz komplement və triadik tonlardan istifadə edirik. Bu ümumi olaraq müəyyən hissələrdə bölgülər apara bilir. Hansı ki, bu bölgülər bildiyimiz qədər sığınacağın daxilində fərqli insanlar, fərqli xüsusiyyətlər və psixologiyada olan insanlar var və onların ümumi bir uyum sağlaya bilir. Bundan başqa, deməli, ssenarinin ümumi daxilində aktyorların obrazlarını oxuduqdan sonra onların hər birinin özünə aid məkanlarında xüsusi detallar var və ən önəmli detallardan biri də həmən detalların ora yarayıb yaramamağıdır. Yəni biz çalışdığımız qədər o kimi nüanslara diqqət edirik. Biz bunu öz komandamızla işləyirik. Bizim öz komandamızın Tural Ağayev və bizim öz prodüserimiz də var, Kamran Sadıqov. Ümumi olaraq biz çalışdığımız qədər bunu beynəlxalq arenaya daşımaq üçün bir yerdə işləyirik və bir yerdə işlədiyimiz qədər burada istifadə olunan bir çox önəmli rəsm əsərləri var ki, onlar bizim akademiyanın həm tələbələrindən biz istifadə edərək götürmüşük ki, bu da bizim ssenariyə uyğun və kadraja uyğundur. Digərləri isə xüsusən klassik rəssamların və bizim özümüzün öz ürətdiyimiz, yaratdığımız belə deyim şəkillər var ki, biz bunu daha sonra beynəlxalq arenaya çıxarda bilirik. Sığınacaq qadınlarda bizi nə gözləyir? Sığınacaq qadınlarda qadınların həyata tutunuşu gözləyir. Qadınların gücü gözləyir, belə deyək. Tamaşaçıya ilk növbədə onu çatdırmağa çalışacaq. Həyatda güclü olmaq lazımdır. Qadın haqlarından söhbət gedəcək, bunu göstərəcəyik. Sığınacağın içində qadınlar arasında olan mübarizələrdən söhbət gedəcək belə. Ssenari barədə bizə nələr deyə bilərsiniz? Ssenari barədə ancaq baxıb görmək olar, bir şey deyə bilmərəm. Ssenaridə bir dənə onu deyə bilərəm ki, bizim işimizə biraz çətinlik yaradan gecə səhnələrimiz çoxdur. Yay fəsli olduğuna görə də gecə çox qısa olur. Biz axşam saat, belə deyək, saat 9-dan başlasaq, səhər saat 5-in yarısı hava açılır və bunu çatdırmaq biraz çətin məsələdir. Hava gedir. Başqa seriallarda belə görürsən ki, olur da gündüzü qovalayırsan ki, gündüz hava gelməsini tez çatdıraq. Burada amma biz düşmüşük, gecəni daha çox qovalayırıq ki, səhər açılmasın. Məsələn, bu gün, sabah, biri gün ancaq gecələri işləyir. Leyli xanım hansı obrazı canlandırır? Mən Münəvvər obrazını canlandırıram. Deməli, Sığınacağın, serialın adı da belədir, Sığınacağın müdiriyəm. Bu müdir ki, özünün də həyatında çox çətinliklər olub. Əslində çox sakit, təmkinli, öz sakinlərinə, yəni qadın və uşaqlara qarşı çox həssas, mehriban, amma lazım gəlmə çox ciddi. Amma bunun özünün də böyük bir yarası var. Leyli xanım, bu müasir dövrün sığınacağıdır, yoxsa hansısa illəri, hansısa vaxt dilimini göstərirsiniz? Əlbəttə, müasir dövrün sığınacağıdır. Hətta personajın özünün dilindən belə bir söz işlədilir ki, cümlə 17 ildən artıqdır ki, bu sığınacaq fəaliyyət göstərir. Mən yenə də deyirəm, var hələ də belə kiçik problemlər. İnşallah ki, bu problemlər olmaz və qadınlar, uşaqlar zorakılığa, təhdidlərə uğramaz da hər kəs öz ailəsində, öz yuvasında balalarını sağlam şəraitdə böyüdərlər və bu sığınacaqlara ehtiyac olmaz. Bu serialda şiddətə, istismara məruz qalmış və sığınacaqda məskunlaşmış bəzi qadınların və uşaqların həyatından bəhs olunur. Mən də həmin bu serialda, bu sığınacaqda psixoloq rolunu, obrazını canlandırıram. Psixoloq Nərminə xanım. Çoxumuz elə bilirik ki, psixoloqların heç vaxt heç bir problemi olmur. Çünki onlar insanlara özünə güvən hissini aşılayırlar. Amma əslində bu belə deyil. Psixoloqlar da insandırlar. Onların da zəif nöqtələri, zəif cəhətləri olur. Bu serialda da psixoloq Nərminə xanımın həyatında baş verən problemləri, çətinlikləri görəcəyik. Amma nə dərəcə öhdəsindən gələcəksə, bunu baxandan sonra biləcəksiniz. Nərminə xanımı sığınacağa gətirən nə olur? Maraqlı sualdır. Qeyd elədiyim kimi, yəqin ki, onun da həyatında müəyyən bir çatışmazlıqlar var. Onun da bəlkə hər kəsdən daha çox ünsiyyətə ehtiyacı var və yəqin ki, elə bu səbəbdən də sığınacağa gəlib. Xumar hansı obrazı canlandırır sığınacaqda? Xumar Esmeralda obrazını canlandırır sığınacaqda. Aha, nədən ibarətdir personajınız? Hekayənin harasındasınız? Hekayənin ən başdan deyim,
hər bir obrazın burada çətin bir həyatı olub deyə gəlmişik, düşmüşük bura. Yəni mənə görə çox maraqlı bir obrazdır. İndiyə kimi oynadığım obrazlara oxşamır və ən yaxşı tərəfi odur ki, burada bütün xanımlarla daha çox çəkilirsən də və xanımlar o situasiyaların çoxunu qadın olaraq içdən keçirdiblər və bunu həmişə cəmiyyətə çatdırmaq istəyiblər. Yəni bir aktrisa olaraq yox, bir xumar olaraq. Və bu obraz mənə bunda kömək eləyəcək mən düşünürəm. Empatiya hissində sizə kömək eləyəcək. Bəli. Əslində hər şey danışmaq istəmirəm. Hər şey maraqlı olsun, amma mənə görə çox maraqlı obrazdır. Esmeralda həyatının çətinliyindən təbii ki, gəlib bura çıxıb, amma eyni vaxtda da özünün qürurunu sındırmır, sona qədər bunu saxlamağa çalışır. Amma eyni zamanda da ədalətsiz görsənsə də məncə çox ədalətli qızdır. Hekayəmiz bitmədi əziz dostlar. Daha bir sığınacaq hekayəsini bizə Nihat danışacaq. Rüfət bəy, Sığınacaq Əkizlər serialının artıq son çəkiliş günüdür. Bu mərhələdə çəkiliş prosesi necə gedir? Çəkiliş prosesi ağır, yorğun, çətin, həm də maraqlı. Çünki çəkmişik, bitirmişik, az səhnəmiz qalıbdı və səhnələrin axırlarını çəkirik. Demək olar 44-cü seriyanın kadrlarını çəkirik, amma hələ də düşünürük ki, hardasa bəlkə nəsə də yenə çəkməliydik. Niyə məhz Sığınacaq Əkizlər adı seçildi? Tamaşaçını necə bir hekayə gözləyir? Demək, Sığınacaq Əkizlər İctimai Televiziyanın növbəti serial layihəsidir və silsilə şəklində olan serial layihəsidir. Sığınacaq Əkizlər və digər serial da bu serialdan sonra yayımlanacaq Sığınacaq. Bu bir silsilə serialdır və ayrı-ayrı hekayələrdir. Birləşmə nöqtələri də var, ayrı nöqtələri də var. Sığınacaq Əkizlər nəyə görə? Demək, bizim hekayəmizdə nədir? Qadın sığınacağında böyüyən ana və qız. Hansı ki, iki əkiz qızı dünyaya gətirəndən sonra ata bu qızlardan birini götürüb başqa bir şəhərə yaşamağa gedir, qaçır. Ana ayılanda bu qızlardan birinin ölü dünyaya gəldiyini deyirlər ona və hal-hazırda olan qızı götürüb qadın sığınacağına yerləşir. Və qadın sığınacağında artıq bu prosesdən sonra ailəsinin yanına da qayıda bilmir. Ailəsi tərəfindən təzyiqlər var ki, qadını öldürmək istəyirlər. Ona görə qadın sığınacağında bu qadını qoruyurlar və uşağı orada böyüdür. Uşağı böyüdəndən sonra artıq indiki dövrdəyik. Hadisələr baş verir 2000-ci illərin əvvəlində. İndiki dövrdə artıq onlar sığınacaqdan çıxıblar, özlərinə balaca bir ev qurublar, kasıb bir məhəllədə yaşayırlar və əsas hekayəmiz oradan başlayır ki, bizim qızımız güclü bir qadın xarakteridir. Ümumiyyətlə, biz həmişə deyirik, Sığınacaq adının altında həmişə əzilmiş qadınlar göstərirlər, amma bu layihədə, bu hekayədə istədik ki, güclü bir qadın göstərək. Ana əzilmişdirsə, sığınacağa sığınmışdırsa, körpəsini böyütmüşdürsə, artıq o sığınacaqda böyüyən qızımız böyüyüb güclü, intiqam alan, daha dözümlü bir kişi xasiyyətli bir qadındır və həmin o qızımız, xarakterimiz Natəvan Abbaslı oynayır. Bizə də fürsət düşdü ki, son çəkiliş gününü yaxından izləyirik. Hər serial bir sualı cavabını axtarır. Bəs bu serial? Bu serial bir sual verir. Xanımları qorumaq lazımdır. Ancaq qorumasaz, o qadınlar elə güclənər ki və onların qarşısında durmaq mümkün olmaz. Natəvan xanım, yeni çəkilən Sığınacaq Əkizlər serialında hansı personajı canlandırırsınız və personajınız haqqında bizə nə deyə bilərsiniz? Serialda iki personajdır, Lalə və Nigar. Bir-birindən fərqlidirlər, fərqli mühitlərdə böyüyüblər, fərqli formada
böyüyüb, tərbiyə görüblər. Nigar daha çox belə rahat böyüyüb, özü. Lalə isə tam fərqli. Ancaq buna baxmayaraq ikisini də mən elə bilirəm ki, mən belə fikirləşirəm, sevgi onlar üçün başqa cür formalaşıb. Yəni çünki ailədən gördükləri üçün, ailədən gələn bir şey olaraq o sevgi ikisində də fərqli, yəni sevgiyə baxış ikisində də fərqlidir. Hər iki personajı siz canlandırırsınız. Maraqlıdır, mənim özüm üçün də belə fərqli idi. Çətin tərəfləri də olurdu, istər texniki tərəfdən çətinlik olurdu. Yəni o da çəkiliş vaxtı kamera falan. Belə amma daha çox maraqlı idi, həyəcanlı idi. Hələ də həyəcanlıdır, bitiririk izləmə. Onda personajınız yox, personajlarınızın ən təsirli cümləsi, fikri və yaxud da səhnəsi nə olub? Ən təsirli sözü hansısa belə, bəlkə çox səhnə çəkmiş idi. Söz olaraq yadımda bəlkə belə yadıma düşmür. Səhnə olaraq isə fikirləşirəm ki, Nigarın ailə üzvlərindən biri ilə bir səhnəsi var. O mənə elə gəlir ki, təsirlidir. Oynamaq da maraqlı idi. Lalədə fikirləşirəm nişanlısı ilə olan səhnələri. Çünki o da nəyə görə belə düşünürəm? Yəni onunla olan səhnələrində daha içdən özü ola bilirdi, daha çox. Buna görə belə fikirləşirəm. Türkiyə bəy, canlandırdığınız personajın adı nədir və personajınız haqqında bizə nə deyə bilərsiniz? Deməli, adı Samirdir, mənfi personajdır, sələmçidir. Çox da sözlər demək istəmirəm. Üç qardaşdan biridir. Amma üç qardaşın içində biraz fərqli beyinə sahibdir və belə görünür ki, Samirin də biraz ürəyində az da olsa insani hisslər var. Amma buna baxmayaraq işin sonucunda yenə də mənfi qəhrəmandır. Qarmaqarışıq həyat tərzi var, qarmaqarışıq belə iş tərzi var. İndi çox məlumat vermək istəmirəm. İnşallah izləyicilər baxanda görəcəklər. Çox məlumat vermədən bizə personajınızın ən təsirli cümləsini, fikrini və yaxud da hansısa bir səhnəsini bizimlə bölüşə bilərsiniz? Orada bir məqam var. Samirin həyatında bir itki baş verir. O, bilmirəm nədənsə ssenarini oxuyanda, mən oxuyanda çox pis olmuşdum Türkiyə olaraq. Çox pis təsir eləmişdi. Orada bir məqam var. Deyirəm ki, qardaşıma, sənin maşın məsələvi qardaşın əldə eləyəcək. Əslində adi cümlədir. Sonra olur ki, alınmır. Türkiyə bəy, bəs çəkiliş prosesində ən yadda qalan hadisələr nə olub? Yaşanan maraqlı məqamlar. Vallahi maraqlı məqamlar çoxdur. Belə deyim də, ən çox da məndə döyülmə səhnələrim çoxdur. Nə bilim, zəncirləmə səhnələrim çoxdur. Belə baxanda maraqlı məqamlar çox olsa da, işə odaqlandığımız üçün çox da yadımda qalmıyor. Amma mənə görə hər gün gəldiyim, işlədiyim setdə hər gün mənim üçün maraqlıdır. Çünki çox maraqlı ssenaridir, çox yaxşı komanda işi var, əzmkardır, belə deyim də döyüşkəndir və inşallah ki, bu işimizdən utanmarıq, cəmaət də, izləyicilər də sevə-sevə baxar. Ofelia xanım, yeni çəkilən Sığınacaq Əkizlər serialında hansı personajı canlandırırsınız və personajınız haqqında bizə nə deyə bilərsiniz? Deməli, Sığınacaq Əkizlər çox serialda Fidan obrazıdır. Bu baş qəhrəmanın anasını canlandırıram. Analığı daha doğrusu. Bu obraz qayğıkeş ana obrazını göstərir, amma irəli bölümlərdə sonra onun müəyyən bir işləri, qara işlər ortalığa çıxacaq. Sələmə pul vermək falan, yəni bir çox qara işlərin başında dayanan ən qara qüvvələrdən biri olur. Belə bir obrazdır. Mən çox açıqlamaq istəmirəm, istəyirəm ki, inşallah ki, efirə çıxanda tamaşaçılar görsünlər. Çox maraqlı obrazdır. Mənim özüm üçün də maraqlı oldu, yəni bu obraz. Ofelia xanım, onda çox açıqlamadan bizə personajınızın ən təsirli cümləsi, fikri və yaxud da səhnəsi nə olub? Ondan nə deyə bilərsiniz? Ən təsirli cümləsi, səhnəsi və ya fikrim, deməli, bu serialda bəzi məqamlarda Fidan obrazı tez-tez telefonla əlaqə saxlayır, xariclə, amma bilinmir kimlə əlaqə saxlayır. Amma sonunda filmin belə görünür ki, o
dəllik səviyyəsinə çatır. Sən demə, xaricdə onun atası var imiş. Yəni biz tamaşaçını yönəldə bilirik başqa fikirlərə, amma sonu çox kədərli bitir, dəllik səviyyəsinə və dəlixanada həyatını başa vurur. Salih bəy, bu yeni çəkilən serialda hansı personajı canlandırırsınız və canlandırdığınız personaj haqqında bizə nə deyə bilərsiniz? Proyektdə Sərxan obrazını canlandırıram, Sərxan personajı. Sərxan personajının çox enişli, yoxuşlu səhnələri oldu və çox ağır şəraitdə çəkilən səhnələri oldu. Xarakter olaraq, personaj olaraq da Sərxan sevgi xətti, sələm mafiyası ilə üzbəüz bir xətti var idi. Elə səhnələrimiz oldu ki, çox gecə məsələn saat 3-ə 4-ə qədər çəkdi bu səhnələrin çəkilmə prosesi. Amma bundan xüsusi bir zövq alırdıq təbii ki. Çünki proses o qədər maraqlı və o qədər gözəl cərəyan eləyirdi ki, hadisələr bir-birinə oxuyurduq, məsələn maraqlı gəlirdi ki, artıq növbəti bölümləri gözləyirdi ki, nə vaxt növbəti 5 bölüm gələcək, sonra Sərxanın başına nə gələcək, nə edəcək növbəti bölümlərdə. Personajınızın ən yadda qalan cümləsi, fikri və yaxud da səhnəsi? Ən yadda qalan səhnə və ən təsirli səhnə deyərdim ki, Sərxanın nigarı itirdiyi səhnə idi. Sərxan üçün çox ağır və mən deyərdim ki, ümumi xətti boyunca 44 bölümdə ən ağır səhnələrindən biri idi. Hansı ki, o morq səhnəsi idi. Biz onu 5-ci, səhv eləmirəmsə 6-cı bölümdə görəcəyik. Çox ağır səhnə idi və mənə görə Sərxanın Sərxan olaraq artıq növbəti bölümlərdə formalaşmasına həm də o səhnə biraz da dəstək oldu. Çəkiliş meydançasında ən yadda qalan, ən maraqlı hadisə nə olub? Maraqlı hadisələr ümumiyyətlə çox olub. İşin dediyim kimi də o qədər zövq verici idi ki, vaxtın hardan gəlib, hara getdiyini heç belə fərqinə varmırdıq. Çəkiliş prosesində bir dəfə olmuşdu, Rasimlə maşın səhnəsini çəkirdik. Deməli, kameralar qurulub sağda, solda. Son anda Rüfət gəldi bizə mizanı verdi və sözlərin yerin dəyişəsi olduq orada. Cümlə məndən başlayırdı, səhnəni mən başlayırdım. Elə oldu ki, Rüfət bir anda qərar verdi ki, Rasim başlasın, sualı versin, sən davam elə. Amma belə çox belə tez tələsik bir prosesdə oldu da bu. Biz tuta bilmədik ki, Rasim başlayır, yoxsa mən başlayır, dəqiqləşdirə bilmədik. Necəsə oldu, indi səhnə başlayıb, motoru verilir və biz dronla səhnə çəkirik, maşının içində təqib səhnəsidir. Qalmışıq belə petliska da üstümüzdə. Rusiyadan Rüfət bəy komanda verir ki, oyun. Biz belə qalmışıq ki, Rasim özü də belə çaşbaş, mən də çaşbaş. Kamera da buradadır, tərpənə bilmirik, petliska üzərimizdə artıq məkanı kesirik. Bir dənə o eləyə bildi ki, Rasim səndədir, yoxsa məndədir. Belə baxdıq, o da belə baxır ki, Allah bilmirəm. Əmi bir dəqiqə saxlayaq çəkilişi. Ümumiyyətlə saxladıq maşınları verdik qırağa ki, təzədən bir də öyrəndik. Yəni belə maraqlı idi, yadda qalan idi ki, yəni bilmədik də bir anlıq ki, hardan başlayırıq, necə başlayırıq. Belə dostlar, bizə ayrılan vaxtın sonuna çatırıq. Magin bugünkü buraxılışı sona çatdı. Sığınacaq isə yaxın gələcəkdə ekranlarınızın qonağı olacaq. Odur ki, gözünüz ictimai televiziyada olsun.